Salam əziz dördüncülər, dördüncü siniflər üçün monitorinqlərə hazırlıq kitabından izahlarımız davam edir. Yekun monitorinq 2, riyaziyyatdan olan sualların izahı ilə qarşınızdayım. Bildirim ki, bunun Azərbaycan dilindən olan izahları, yəni mətnlərə aid olan tapşırıqların izahları da kanalımızda Azərbaycan dili müəllimi tərəfindən izah olunacaq. Mən isə riyaziyyatdan olan izahları sizlərlə paylaşmış olacağam. İzahlara keçməmişdən öncə həmişəki kimi sizdən istəyim videolarımı bəyənməyiniz. Çünki bunun davamının gəlməsi üçün videoların bəyənilməsi vacibdir. Əgər kanala abunə olmamışsa, kanala abunə olun. Çalışın ki, ətrafınızdakilərlə paylaşıb dəstək olun və bunların hər birinə görə sizə təşəkkürümü bildirirəm. Keçək tapşırığın izahına. Bir də yadımdan çıxmamışdım ki, 4-cü siniflər üçün yay hazırlıq qruplarımız var. 5-ci sinifə hazırlıq məqsədi daşıyır ki, bu qruplara da qoşulmaq istəsəniz, ətraflı məlumat üçün aşağıda qeyd olunmuş nömrə ilə əlaqə saxlaya bilərsiniz. Keçək tapşırıqlara. İlk tapşırıq. Birdə yazır ki, AD parçasının uzunluğu 48 cm-dir. C nöqtəsi AD parçasını yarıya bölür. AB parçasının uzunluğunu tapın. İlk öncə baxırıq ki, cəmi 48-dir və biz bilirik ki, bu 48-i C nöqtəsi tam yarıya bölür və 48-i biz yarıya bölmək üçün 2-yə bölməliyik. Bu da eləyəcək 24. Deməli, A-dan C-yə qədər olan uzunluğun 24 olduğunu bilirik. Yəni, AC bərabərdir 24 santimetrə. Və bu 24 santimetrdən B-dən C-yə qədər olan uzunluğu 8 olduğuna görə 24-dən 8-i çıxırıq. Yerdə qalmış olacaq 16. Deməli, A-dan B-yə qədər uzunluq da 16 cm etmiş olacaq ki, doğru cavabımız da A variantında verilmişdir. Görürsünüz, görünüş olaraq sizi aldatmış ola bilər. Yəni, sxem sizi aldatmaq üçün baxır ki, 8 cm düşünərsiniz ki, digər tərəf daha az olmuş olacaq. Amma biz verilənlərə, yəni verilən şərtə uyğun olaraq tapşırığı yerinə yetirməliyik. 32-yə baxırıq ki, armudla dolu yeşiklərin hər birinin kütləsi 14 kiloqramdır. Bir boş yeşiyin kütləsi 3 kiloqram olarsa, 6 belə yeşikdə armudun ümumi kütləsi nə qədər olar? İlk öncə bir yeşikdə olan armudun kütləsini tapırıq. Cəmi, yəni yeşiklə bir yerdə 14 olduğuna görə 14-dən 3-ü çıxırıq, bərabərdə 11 kiloqramdır. Deməli, bir yeşikdə 11 kiloqram armud var. 6 belə yeşikdə 11-dən enirik, vururuq 6-ya. Bu da bərabərdə 66-70 olacaq ki, bu da D variantında verilmişdir. 33-ə baxırıq ki, hesablayın və müqayisə edin. 15-də 5 üstəgəlsin 15-də 4, digər tərəfdə də 5,9 çıxılsın 5,3. Bildirim ki, 5 tam söhbəti varsa, yəni bunu bilməyimiz lazımdır ki, bunu 5-dan 5,3-ü çıxıb, ilk öncə burada çıxaq 5,9-dan 5,3-ü çıxırıq və bu da eləyəcək 0,6 etmiş olur. 0,6-nı adi kəsinə göstərmiş olsaq, normalda 10,6, bunu da ixtisar aparmış olsaq 2, 5-də 3 etmiş olur. 5-də 3, əla. Digər tərəfdən isə 15-də 5 ilə 15-də 4-ü toplamış oluruq. 15-də 5 üstə gəlsin 15-də 4. Bu da bərabərdir 15-də 9. Hər ikisini 3-ə ixtisar apara bildiyimizə görə bu da eləyəcək 5-də 3 etmiş olur. Deməli, hər iki tərəfdə 5-də 3-ə bərabər olduqlarına görə o səbəbdən də biz burada bərabərdir işarəsi qoyuruq və yaxud da ki 0,6 burada yazıb, bərabər 0,6. Bunları 0,6 ilə ifadə etmək. Mən bura baxmırdım cavablara. Yəni, fərqi yoxdur. 0,6-ya da bunu onluq kəsrə çevirə bilərik. Gecən isə 0,6 etmiş olacaq. Burada zaten 0,6 idi. Biz bunu çevirmiş olduq. 0,6, 0,6 hər ikisi də eynidir. Əsas odur ki, biz orada bərabərlik olduğunu müəyyənləşdirmiş olduq. Bir çoxunuz düşünərsiniz ki, bəlkə mən cavabları daha öncədən bilir və birinci dəfə oxuyub və birinci dəfədə sizin izah etdiyimə görə hətta oxuyarkən belə cavablara baxmıram. Məqsədimiz əlbəttə ki, sizə tam olaraq dolğun məlumat vermək və sizə qaranlıq qalan məqamlara açıqlıq gətirməkdir. Yazır ki, Tural kağızın kəsdiyi və hər birinin sahəsi 36 kvadrat santimetr olan 2 kvadratı yan-yana qoydu. Alınan düzbucağının perimetrini tapın.
Ümumiyyətlə düzbucağın perimetrini tapmaq üçün tərəflərini bilirik. Enini bilməliyik, enin və uzunluğunu bilməliyik. Biz nəyi bilirik? Bilirik ki, hər birinin sahəsi 36 olan 2 dənə kvadrat yan-yana qoyulacaq. İlk öncə sahəsi 36 olan kvadratın tərəfini bilməliyik ki, görək bu kvadratın tərəfi neçədir ki, bunun sahəsi 36-dır. Bunun üçün də bilməyimiz lazım ki, hansı ədədi özünə vuranda 36 edir, müəllim 6-nı vuranda. Deməli, bir kvadratın tərəfi 6 santimetrdir. Əgər bunu yan-yana qoyuruqsa və bir düzbucaqlı əmələ gətirmiş oluruqsa, o zaman alınan düzbucağının eni kvadratın tərəfinə, uzunluğu isə kvadratın tərəfi ilə kvadratın saylarının hasilinə bərabər olmuş olur. Yəni, bu da 6-nı vurarıq 2 eləcək 12 santimetrdir. Və bundan sonra perimetrini tapmaq elə də çətin deyil. Düzbucağın perimetrini tapmaq üçün eni ilə uzunluğunun cəmini vurmuş oluruq 2-yə. Bu da eləcək 36 santimetr etmiş olur ki, doğru cavabımız C variantında verilmişdir. 35-də yazır ki, bəzi bitki növləri 1 saatda 1 santimetr, 3 santimetr böyüyür. Hündürlüyü 15 santimetr olan bitkinin en saatdan sonra hündürlüyü neçə santimetr olacaq? Əgər hal-hazırda hündürlüyü 15 santimetrdirsə və hər saatda 3 santimetr böyüdüyünə görə üstünə gəlmiş olacaq. En saat keçsə, məsələn 5 saat keçsəydi 5-i 3-ə vurmuş olarıq. En saatdırsa eni 3-ə vurmuş olarıq. En vurulsun 3 etmiş olacaq ki, 15 üstə gəl en vurulsun 3 cavabı da baxırıq ki, hansı variantda var? B variantında verilmişdir. Yazır ki, 36 yazır ki, butulkada 1370 millilitr su var. Rəşad suyun bir qədərini içdikdən sonra butulkada 650 millilitr su qaldı. Rəşad nə qədər su içdi? Rəşadın içdiyi suyu bilmək üçün bunlar arasındakı fərqi bilmək lazımdır. Nə qədər su vardı? 1370 vardı. İndi nə qədər qalıb? 600 millilitr su, 650 qalıb. Çıxırıq 650-ni, tapırıq ki, nə qədər içib? 1370-dən də 650-ni çıxmış olsaq, 720 etmiş olacaq ki, doğru cavabımız C variantında verilmişdir. 37 yazır ki, anam şirniyyatı 16 bərabər hissəyə böldü. O, bu şirniyyatın 8-də 2 hissəsini qonaqlara payladı. Neçə dilim şirniyyat qaldı? Ümumi biz bilirik ki, 16 dilimdir və bu 16 dilimin əgər 8-də 2-sini paylayıbsa, bir tapırıq görə neçə eləyir 8-də 2 hissəsi neçə dilimdir? 16-nı 8-ə bölüb 2-yə vursaq 4 dilim etmiş olacaq. Və 16-dan 4 dilimini veribsə qonaqlara 12 dilimi qalmış olacaq ki, doğru cavab D variantında verilmişdir. 8-ci tapşırıqla yazır ki, A bərabərdir 7, B bərabərdir 325 olarsa 49 bölünsün A üstəgəlsin 3 vurulsun B ifadəsinin həllini tapın. A-nın yerinə 7, B-nin yerinə də 325 yazmağımız lazımdır. Bunun üçün də yazırıq 49 bölünsün 7 üstəgəlsin 3 vurulsun 325. Bu da bərabərdir. 49-u 7-yə bölsək 7 üstəgəlsin 300-ü 325-ə vurmuş olsa 975 etmiş olacaq ki, bu da 982-yə bərabərdir. Doğru cavabımız A variantında verilmişdir. 39-a yazır ki, uzunluğu 20 metr, eni 12 metr olan düzbucaqlı formalı bağın bir küncündən başlamaqla kənarları boyunca hər 4 metrdən bir dirək bastırmışdır. Bağın ətrafında cəmi neçə dirək bastırmışdır. Deməli, ətrafına paylanılıbsa perimetrini tapmalıyıq. Perimetri boyunca bastırılmışdır. O səbəbdən də tapaq görək ki, bu bağın perimetri nə qədərdir? 20 və 12 cəmini 2-yə vurmuş olsaq, bu deyəcək 64 etmiş olur. Deməli, bağın perimetri 64-dür. Hər 4 metrdən bir dirək bastırılıbsa, 64-ü də bölürük 4-də, bu da eləyir 16. Deməli, bağda 16 dirək bastırılmışdır. Bildirim ki, qapalı bir çərçivə boyunca nöqtələrin sayı, o cümlədən də məsələn, qapalı bir ərazi boyunca bastırılan ağacların sayı ilə aralıqların sayı bərabərdir. Yox, əgər düz xətt boyunca, parça boyunca nöqtələr və ya düz xətt boyunca düz yolun kənarında ağaclar əkilirsə, burada aralıqların sayı ağacların sayından bir vahid az olacaq. Yəni, ağacların sayı bir vahid çox olmuş olur. 40-a baxırıq ki, şəkildəki çevrələrin radiusu 5 santimetrdir. AB parçasının uzunluğunu tapın. Çevrənin radiusu əgər 5 santimetrdirsə, deməli bu radius A-dan bu hissəyə qədər 5 santimetr olmuş olacaq.
Buradan da bura 1 radiusdur. Bu da 5 santimetrdir. Buradan da bura 1 radiusdur. Bu da 5'dir. Burası da 5 olduğuna göre 5 4 dəfə 5'in də eləyəcək 20 etmiş olur. Doğru cavabımız A variantında verilmişdir. Deməli AB parçasının uzunluğu 20 santimetr olacaq. 41-də yazır ki, Xalid verilmiş hissələrdən şəkildəki fiquru düzəltdi. Xalidin 7 böyük üçbucaq, 12 kiçik üçbucaq, 14 kvadrat və 14 düzbucaqlı hissəsi var. O bu hissələrdən şəkildəki fiqurdan neçəsini hazırlaya bilər. Bunun üçün nə edirik? Baxırıq ki, hərəsindən neçə dənə var və məsələn deyək ki, bundan neçədən istifadə olunacaq. Yəni bu zaman ümumi sayı bölürük bu fiqurda istifadə olunan həmin fiqurun sayına. Məsələn, 7 böyük üçbucaq var. Bu böyük üçbucaqdan bir dənə istifadə olunur. O zaman biz 7-ni bölmüş oluruq 1-ə. Deməli, 7 dənəsinə çatacaq bu böyük üçbucaq. Ən az hansı olarsa cavabımız o olacaq. Bunu da buradan biləsiniz. 12 kiçik üçbucaq. Kiçik üçbucaqdan hər birin fiqurda 2 dəfə 12-ni yenirik, bölürük 2-yə 6. Deməli, burada cavab 7 olsa da yuxarıda, yəni bura qədər tapdıqlarımıza görə deməli 6 dənə düzəldə bilər Xalid. Amma hələ ki davam etmiş oluruq. Yazır 14 kvadrat. 14 dənə kvadratdır. Bir dənə bundan neçə dənə kvadrat istifadə olunur? 2 dənə kvadrat istifadə olmuş olur bu fiqurda. Ona görə də bölmüş oluruq 2-yə, bu da eləyir 7. 14 düzbucaqlı da 2 dənə istifadə olunduğuna görə 14-də nə edirik? Bölürük 2-yə, bu da eləyir 7. Baxırsınız, 3 dənə 7 var, amma məsələn deyək ki, üçbucaq da 7 dənə fiqura çatacaq, kvadrat da düzbucaqlı da, amma kiçik üçbucaq 6 dənəsinə çata bildiyinə görə burada bunu tamamlamaq üçün bu kiçik üçbucaqdan gərək ki 14 dənə olaydı ki, bu da çatmış olardı. Deməli, biz 7-cini bu şəkildə düzəldə bilməliyik. Çünki 2 dənə kiçik üçbucaq çatmayacaq. O səbəbdən də cavabımız neçə oldu? B variantı 6 olmuş olacaq. Davam edirik. 42-ci yazır ki, hesablayın. Adi hesablamadır, ifadənin qiymətini tapmaq. 3,8-də 5 üstəgəlsin 4,8-də 2. Tamları hesablamış olsaq, ayrıca 3-ün üstünə 4 gəlmiş olsaq 7 tam. 8-də 5 ilə 8-də 2-ni toplayanda 8-də 7 etmiş olacaq. Bundan da 6 tam 8-də 2-ni çıxmış oluruq. Baxırıq ki, 7-dən 6 çıxanda 1 tam, 8-də 7-dən də 8-də 2-ni çıxmış oluruq ki, bu da 8-də 5 etmiş olacaq. 1 tam 8-də 5 cavabı, doğru cavabımız C variantında verilmişdir. 43-də yazır ki, səma qiyməti 2 tam %48 manat olan dəftərdən 3 ədəd, qiyməti 1 tam %37 manat olan karandaşdan 5 ədəd alarsa, o nə qədər pul ödəməlidir? Əlbəttə, siz onluq kəsirinin naturaldə vurulmasını keçmədiyinizə görə bunları alt da hesablamağınız lazım olacaq. O səbəbdən də 2 tam %48, üstə gəlsin 2 tam %48, üstə gəlsin 2 tam %48 kimi yazmış olursunuz. 48-ləri 3 dəfə toplanmış olsaz, eləcək 144, 44-ü yazırsınız, keçdik bu tərəfə, vergüldən bu tərəfə keçmiş oluruq. Yəni 8-ləri 24 etmiş oldu, burada 12, o da bir 14, burada 1 yadda qalır, 6, o da bir 7. Oldu 7 tam %44. Deməli, bu tapdıq ki, dəftərlərə 7 tam %44 manat vermiş olacaq. Bəs karandaş alıb 5 ədəd, 1 manat 37 qəpik. Buna 1 manat 37, üstə gəlsin 1 manat 37, üstə gəlsin 1 manat 37. Yəni 5 dəfə bunu toplamağınız lazımdır. Əslində, hazırlıqlarımıza iştirak edənlərə mən bu onluq kəsirin naturaldə vurulmasını öyrətmişəm. Burada da qısaca deyəcəm bundan sonra. Amma ilk öncə sizin bildiyiniz yollarla ifadə etməyə çalışırıq. 37-ni biz 5-ə vursaq, bu zaman istəsiz altına toplayarsınız. Mən sadəcə bu cür deyirəm ki, bu deyəcək 185 etmiş olacaq. 185, 85-i yazdıq. 100-lik keçəcək bu tərəfə. 1-lər 5 dənə də, o da bir 6. Bu deyəcək 6 tam %85. Bunları da toplayırıq. 6 tam %85 ilə 7 tam %44-ü toplamış oluruq. 85 ilə 44-ün cəmi eləcək 129. 29-u yazırıq, 100-lük qalsın. Bu tərəfdə 6 ilə 7 edəcək. 13, o da bir 14 etmiş oldu. 14 tam %29.
14,29 manatda A variantında var. İndi gəlin sizə onluq kəsirin natural ədədə vurulması qaydasını öyrədim. Onluq kəsirin natural ədədə vuranda ilk öncə məsələn deyək ki 2,48-i vurmuş oluruq 3-ə. Sanki natural ədədə vurursan kimi vergül nəzərə alınmadan eyni natural ədədlərin vurulması zamanı istifadə etdiyimiz qaydanı 3 dəfə 8-in 24, 4 yazırıq. 2 yatda 3 dəfə 4-ün 12, o da 2, 14, 4 yazırıq. 1 yatda 3 dəfə 2, 6, o da 1, 7, 70 oldu. İndi baxırıq ki, vuruqlarda vergüldən sonra neçə rəqəm var? Mənim 2 dənə rəqəm var, birinci vuruqdadır o da. 2 dənə rəqəm sağdan sola sayırıq və vergül ayırıq. 7,44 etmiş oldu. Digər məsələn deyək ki, 1,37-ni də vurmuş oluruq əgər biz 5-ə. Bu zaman nə edirik? 5 dəfə 7, 35, 5 yazırıq 3 yatda. 5 dəfə 3-ün eləyəcək 15, o da 3, 18, 8 yazırıq. 1 yatda 5 dəfə 1-in 5, o da 1, 6 etmiş oldu. Baxın, vergüldən sonra yenə də 2 dənə rəqəm var. 2 dənə rəqəm sağdan sola sayırıq və vergül ayırıq. 6,85 və bundan sonra cavabı zaten eyni cavabları almışıq, hesablamağı bilirsiniz. 44-də yazır ki, 1376 kilometrin 4də 1 hissəsi ilə 8də 3 hissəsinin cəmini tapın. İlk öncə 4də 1 hissəsini tapmaq üçün 1376-nı bölmüş olaraq 4də 1-ə vurmasaqsa olar, amma vururuq 1-ə. 1376-nı biz 4də bölmüş olsaq, 13 bölünəcək 3 dəfə, 17 bölünəcək 4 dəfə, 16-da bölünür 4, 344 etmiş oldu. 344, digər tərəfdən də 1376-nın 8də 2 hissəsi. Bölərik 8-ə, vurmuş olarıq 2-yə. Əslində bu da eyni cavabdır. Çünki 8-də 2 nəyə 4də 1-ə bərabərdir. Eyni cavab 344 olmuş olur və bunları da toplayanda 688 cavabını alırıq ki, B variantına bərabərdir. 45-də yazı düz buzağının uzunluğu 128, eni isə uzunluğunun 4də 2 hissəsi qədər olarsa onun sahəsini tapın. İstər sahəsini tapmaq üçün, istərsə perimetrini tapmaq üçün biz düz buzağının nəyin bilməliyik? Tərəflərini bilməliyik. Bu səbəbdən də, yəni ki, biz düz buzağının həm enini, həm uzunluğunu tapmamız lazımdır ki, bilək ki, sahəsi nə qədərdir. Uzunluğunu bilirik, uzunluğu 128-dir, yazırıq 128. Eni isə uzunluğunun 4də 2 hissəsi olduğuna görə 128-in 4də 2 hissəsini tapmaq üçün 128-i 4-ə bölmüş olaraq 32, 2-yə burada 64. Demək, bu da oldu 64. 128-i 64-də vurmuş olaraq sahəsini tapmaq üçün yazır S bərabərdir 128 vurulsun 64. 8-i 4-ə vuranda onu 2 ilə qutaran bircə dənə variantımız var. O da D variantında verilmişdir. Ona görə də heç bir ehtiyac yoxdur düşünməyə. 46-ya baxırıq, A bərabərdir 413, B bərabərdir 25 olarsa, A vurulsun 25 çıxılsın 125 bölünsün B ifadəsinin qiymətini tapın. A-nın yerinə 413 yazmış oluruq, 413 vurulsun 25, vururuq 25-ə, çıxılsın 125 bölünsün 25 yazmış olaraq. 10.125 etmiş olacaq, səhv etmirəmsə. 25 etmiş olacaq. Bundan da çıxmış oluruq. 125-i də 25-ə bölmüş olsaq 5 etmiş olacaq. Olacaq 10.320 cavabın almış olur ki, doğru cavab B variantında verilmişdir. Davam edirik növbəti 47-ci tapşırığa. Yazı hesablama və müqayisə edin. Yazır ki, 10-da 6 yazırıq. 10-da 6 üstə gəlsin 10-da 2. 10-da 6 ilə 10-da 6 üstə gəlsin 10-da 2. Bu da bərabər deyəcək 10-da 8. Onluq kəsinlə burada verib bizə 0,8 yazmış oluruq. Digər tərəfdə isə 6,10-da 5-dən çıxmış olur 6,10-da 2-ni. Bu da bərabər deyəcək 0,10-da 3 etmiş olacaq. Və burada birinci tərəf böyükdür deyə böyükdür yazırıq. Yəni 0,8 böyükdür 0,10-da 3-dən B variantı doğru cavabdır. Növbəti 48 yazır ki, Rəvan hazırlayacağı hədiyyə qutusu üçün dünən biri 9 manata olan 12 ədəd, bugün isə 16 ədəd oyuncaq aldı. Rəvan oyuncaqlara cəmi nə qədər pul verdi? Birinin qiyməti 9 manatdır. 12 ədəd dünən alıb, bugün də 16 ədəd alıb. 12 ilə 16-nı toplamış olsaq bərabərdir 28-dir. Və birini 9 manatdan aldığına görə 28-də 9-a vurmuş olaraq ki 180, 262 manat, 200 yox, baxın.
180 252 manat. 252 manat etmiş olur ki, doğru cavabımız da C variantında verilmiştir. 49'da yazılır ki 7 bucaqlı fiqurun perimetri 40 santimetrdir. Fiqurun 5 tərəfindən hər birinin uzunluğu 4 fiqurun 5 tərəfindən hər birinin uzunluğu 4 santimetrdir. Fiqurun 5 tərəfində hər birinin uzunluğu 5-4 santimetr. Bu nə? 7 bucaqlı fiqur. Perimetri 40 santimetr. Fiqurun 5 tərəfindən hər birinin uzunluğu 4 santimetr. Qalan iki tərəfdə eyni uzunluqdadır. Bu tərəflərin hər birinin uzunluğu nə qədərdir? Tamam. Cəmi 40 santimetrdir. 5 tərəfi hərəsi 4 olduğuna görə 5 dəfə 4-ün eləyir 20. Deməli, o 5 tərəfin cəmi 20-dir. 40-dan da çıxmış olsaq 20-ni, 20 qalmış olar. Deməli, iki tərəfdə 20 düşmüş olur. 20-ni də 2-yə bölsək, hər birinin qalan iki tərəfdə 10 santimetrdir. Doğru cavabımız C variantı. 50-də yazır ki, Zeynəb dairəni şəkildəki kimi bərabər hissələrə böldü. O, bu hissələrin 9-da birini boyadı. O, əlavə neçə hissə boyasa, dairənin 6-da 4 hissəsi boyanmış olacaq. 9-da birini neçə dənə hissəyə bölmüşdür? Birinci buna baxırıq ki, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18 hissə. 18 və 18-dən 9-da 1 hissəsi isə 18-in 9-da 1 hissəsini tapmaq üçün bu deyir 2. Deməli, 2 dənəsini boyayıb. Bizə deyir ki, daha neçəsini, əlavə neçə hissəsini boyasa dairənin 6-da 4-dür. 18-in də 6-da 4 hissəsini tapsaq, 18-i 6-ya bölsək, 4-ə vurmuş olsaq, bu da eləyəcək 12. Deməli, 12 dənəsi boyanması lazımdır. İkisini boyayıb, daha neçəsini boyamalıdır ki, 12-si boyanmış olsun. 12-dən 2-ni çıxırıq, bərabərdə 10 dənəsi C variantı. Deməli, dairənin o əlavə neçə hissə boyamalıdır? 10 hissə boyamalıdır ki, 6-da 4 hissəsi boyanmış olsun. 51-də yazır ki, iki toplanandan birinə 86, digərinə isə 35 əlavə edilərsə, cəm nə qədər artar? Toplananların hər biri qədər, yəni artdığı qədər cəm artar, azaldığı qədər də azalacaq. Ona görə də biri 86-dırsa, digəri də 35 əlavə olunubsa, hər ikisinin əlavə olduğuna görə bunların cəmi qədər artacaq. 86 üstə gəl 35 də eləcək 121. 121 cavabı da B variantında verilmişdir. 52-də yazı hesablayın, 456 vurulsun 32. Son rəqəmlərini vurmuş olsaq, 6-nı 2-yə vursaq 12, sonu 2 ilə qutaran 2 dənə variant var. Ona görə də burada qətl olmamız lazımdır. 456-nı vurmuş oluruq 32-yə. 2 dəfə 456 etmiş olacaq 912. 912. 3 dəfə 456-da 3 dəfə 6-nın 18, 3 dəfə 5-in 15, 16, 3 dəfə 13. Burada 13 ilə olan, yox 14 ilə olan olacaq. 2, burada da 9. Yəni biz 1-2 artıq D variantıdır. Qalanlarına ehtiyac yoxdur. 53-ə baxırıq. Yazı ki, verilmiş şəklin 180 dərəcə dönməsini göstərən şəkil hansıdır? Burada 180 dərəcə dönəcəksə, biz bilirik ki, tərs tərəfə qalmış olacaq. Yəni, üzü sağa tərəfə, yəni bu ox sağ tərəfə baxmış olar. Bu istiqamətdə olmuş olacaq və doğru cavab da C variantında verilmişdir. Baxır ki, 54-də yazır ki, 128-də 64 bərabərdə 32-də neçə? 128-i 32-yə 4-ə bölüblər. Bölünsün 4. Deməli, yuxarıda da 4-ə bölmüş olsaq, 64-ü də 4-ə böləndə 16 etmiş olacaq və burada D variantında cavab verilmişdir. 55-də yazır ki, 3 yüzlük, 5 minlik, 2 təhlik, 4 onluqdan ibarət olan ədədi onluqlara qədər yuvarlaqlaşdırın. 5 minlik, 5 min, 3 yüzlük, 300, 4 onluq 40, 2 təhlikdə eləyəcək neçə? 2. 5342. Bunu da neçəyə qədər deyir? Onluqlara qədər. Onluqlara qədər də yuvarlaqlaşdırmışsa 5340 etmiş olacaq. 5340 da C variantında verilmişdir.
Xalid sırada başdan 6-cı, sondan isə 7-cidir. Sırada neçə uşaq var? Bu zaman biz əgər eyni adamdan danışırsa, sıradakı uşaqların sayını tapmaq üçün 6 ilə 7-ni toplayıb 1-i çıxmalıyıq. Niyə 1-i çıxırıq? Çünki Xalidi 2 dəfə hesablamışıq. Həm 6-cı, həm əvvəldən 6-cı yerdə, həm də sondan 7-ci yerdə. Ona görə də Xalidi 2 dəfə hesabladığımızda 1 dəfə çıxırıq. Yerdə qalmış olacaq 12. Deməli 12 uşaq var, D variantı. 57 yazır ki, 63491 çıxılsın ulduz bərabərdir 32687 verilmiş çıxma əməlində simvolunun yerinə yazılacaq ədədin rəqəmlərinin cəmini neçədir? Bu da çıxılandır. Çıxılanı tapmaq üçün əlbəttə ki, azalandan fərqi çıxmış oluruq. 63491-dən 32687-ni çıxırıq. 91-dən 87-ni çıxmış olsaq 0, 4 qalmış olacaq. Daha sonra 34-dən 26-nı çıxmış olsaq. 34-dən də 26-nı çıxmış olsaq, bu da eləyəcək 0, 870 olur. 0, 870 olacaq. Daha sonra da altdan da 3'ü çıxanda qalacaq 3. 30804 etmiş olur ki, 30804-ün də rəqəmlərinin cəminə baxanda eləyəcək 15 doğru cavab D variantı. Davam edirik. Növbəti. Yazı qrafikaya görə 59-65 birinci suallara cavab 61-ci sualları cavablandırın. Burada 60 sual olmalıdır, amma burada 61 sual var. Olsun. Yazı ki, Xalidin bir ayda oxuduğu kitabın səhifələrinin sayı sütunlu diaqramda təsvir edilmişdir. Deməli, kitabların Balto kitabında səhifələrin sayı 40-dır. Digərində Robin Hood'da 35 səhifə, Moby Dick'da 55 səhifə, digər Oliver Twist'də 25 səhifə oxumuşdur. Xalid ən çox hansı kitabı oxuyub? Moby Dick. Baxırıq ki, səhifələrin sayı ən çox olan, əlbəttə ki, bu Moby Dick'i oxuyub. Moby Dick. Daha sonra Xalid bir ay boyunca neçə səhifə oxumuşdur? Bu zaman bunları toplayırıq. Deyir ki, 40, üstə gəlinsin 35, üstə gəlinsin burada 55, üstə gəlinsin 20. Toplasaq 35 ilə 55, 90, 110, 150. 150 səhifə oxumuşdur. Cavabımız olacaq 150 səhifə. Xalid bu şəkildə davam edərsə 1 il boyunca neçə səhifə kitab oxuyacaq? Bu bir ayda oxuduğu idi. Yəni bir ayda 150 səhifədir. Bir ildə 12 ay olduğuna görə 150-ni də vurmuş olaraq 12-yə. 15-i 12-yə vurmuş olsa 180, 0 da arsa 1800 səhifə kitab oxumuş olacaq ki, bu da olacaq 1800 səhifə. Bu qədər. Bu növbəti artıq suallar. Yekun monitorinq 3-dən olacaq. Növbəti video izahda görüşmək ümidi ilə hələlik sağ olun.